Salam, gəlin bir anlıq təsəvvür edək, illərlə zərrə-zərrə qurduğunuz rəqəmsal həyatınız, sosial media hesablarınız, o cümlədən bütün fərdi məlumatlarınız bircə saniyənin içində başqasının əlinə keçir. Dəhşətli səslənir, elə deyilmi? Mən də bilirəm. Rəqəmsal cinayətlərin hər küncdə pusqu qurduğu bir dövrdəyik. Amma narahat olmayın. Biz bugün sadəcə qorxulu ssenarilərdən danışmayacağıq. Biz sizi bu rəqəmsal təhlükələrə qarşı ən güclü, ən kəsərli alətlə, bəli, hüquqi qalxanla silahlandıracağıq. Qanunun bizə verdiyi real hüquqları, rəqəmsal izlərimizi necə qoruya biləcəyimizi və ən əsası, hədəfə çevrildikdə tam olaraq necə cavab verəcəyimizi birlikdə öyrənəcəyik. Gəlin başlayaq. Yaxşı, gəlin bu mövzuya daxil olaq. Bugünkü xəritəmiz belədir. Birinci, rəqəmsal kimliyimizi olan təhdidləri incələyəcəyik. Sonra dələduzluq və qanun, ardınca məhkəmələrdə elektron sübutların rolu, oğurlanmış sosial medianın bərpası və nəhayət e-polis vasitəsilə necə şikayət edəcəyimizə baxacağıq. Qısa və net. İndi sizə bir sualım var. Rəqəmsal kimliyiniz oğurlandıqda əslində nə baş verir? Təsəvvür edin, səhər oyanırsınız və Instagrama girə bilmirsiniz və ya kimsə sizin adınıza, sizin şəkillərinizlə tamamilə saxta, iyrənc bir profil açıb, tanışlarınıza mesajlar yazır. İnanın ki, bu zaman siz sadəcə bir parol itirmirsiniz. Nüfuzunuz, şəxsi əlaqələriniz, hətta cibinizdəki pul da risk altında olur. Bu bəlkə də çoxumuzun ən böyük rəqəmsal kabusudur. Amma panikaya qətiyyən yer yoxdur. Niyə? Çünki qanun bu hallarla necə mübarizə aparacağımızı çox dəqiq müəyyən edib. Elə isə birinci hissəyə keçək. Rəqəmsal kimlik təhdidi. Adınızı və onlayn nüfuzunuzu necə qoruya bilərsiniz? Təəssüf ki, kimsə sizin həyatınızı məhv etmək üçün saxta bir profil açanda işlər çox ciddiləşir. İndi, burada diqqət etməli olduğumuz çox maraqlı bir məqam var. Qanunvericilik iki oxşar görünən, amma əslində tamamilə fərqli olan şeyi bir-birindən ayırır. Bir kərəfdə təhqir var. Bu, kiminsə ləyaqətini qəsdən nalayiq sözlərlə, belə deyək, aşağılamaqdır. Digər tərəfdə isə böhtan dayanır. Baxın, böhtan tam başqa bir səviyyədir. Bu o deməkdir ki, kimsə məlumatın yalan olduğunu 100% bilə-bilə, sırf sizin adınızı batırmaq üçün onu internetdə yayır. Hər ikisi insana ağır zərbə vurur. Amma qanun qarşısında fərqli yanaşma tələb edirlər. Bəziləri elə bilir ki, ekran arxasında gizlənib, saxta hesabla kiməsə böhtan atanda cəzasız qalacaqlar. Amma əsla belə deyil. Cinayət Məcəlləsinin 148 birinci maddəsi burada oyuna girir və inanın mənə, cəzalar çox ciddidir. 1000 manatdan 2000 manatadək cərimə, yüzlərlə saat ictimai işlər, hətta məsələ o yerə çata bilər ki, bu əmələ görə adamı 1 ilədək həbs edə bilərlər. Yəni bu, barmaq silkələyib sadəcə bir də etmə demək deyil. Bu, onlayn qısnamaya qarşı qanunun çəkdiyi real, sərt bir xətdir. Yaxşı, bəs belə bir halla üzləşsək, kimə müraciət etməliyik? Baxın, bunu bilmək çox vacibdir. Əgər ortada böyük bir kiber cinayət, mürəkkəb bir haker hücumu varsa, bu işə Dövlət Təhlükəsizliyi Xidməti, yəni DTH baxır. Yox əgər kimsə sadəcə sizin adınıza saxta profil açıbsa, bu Daxili İşlər Nazirliyinin, polis orqanlarının birbaşa həll etdiyi məsələdir. Hara gedəcəyinizi bilmək, problemi yarı-yarıya həll etmək deməkdir. İkinci hissəyə keçək. Dələduzluq və qanun. Dələduzluq cinayətinin o ağır nəticələri. Nüfuzumuzu necə qoruyacağımızı bildik, bəs pulumuzu, maliyyəmizi, rəqəmsal həyatımızın növbəti böyük düşməni onlayn fırıldaqlardır. Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluq anlayışını çox aydın izah edir. Etibardan sui-istifadə etmə və ya aldatma yoluyla özgənin əmlakını ələ keçirmə. Fərqi yoxdur, bu sizə onlayn nəsə satmaq istəyən saxta bir səhifədir, yoxsa xəstə uşağa kömək adıyla pul yığan vicdansız bir qruplaşma. İşin məğzində aldatmaq və ya etibardan sui-istifadə varsa, bu artıq sadəcə borc deyil, birbaşa cinayətdir. Cəzalar necədir? Buradan açıq-aydın görünür ki, vurulan ziyan artdıqca qanunun qılıncı da daha kəskinləşir. Ziyan 500 manatdan 5000 manata qədərdirsə, adamı cərimə və ya 2 ilədək həbs gözləyir. Amma rəqəmlər böyüdükcə oyunun qaydaları tamamilə dəyişir. 50 min manata qədər ziyanda 5 il, 500 minə qədər ziyanda isə artıq 10 il həbsdən söhbət gedir. Kiçik məbləğləri rayon məhkəmələri həll edir, amma rəqəm 50 mini keçəndə iş birbaşa ağır cinayətlər məhkəməsinə gedir. Yəni işlər həqiqətən qəlizləşir. 14 il. Bəli, düz eşitdiniz, 14 il. Dəlalduzluqla vurulan ziyan yarım milyon manatı, yəni 500 min AZ-ni keçəndə bu artıq xüsusilə küllü miqdar sayılır və fırıldaqçı düz 14 ilə qədər 4 divar arasında qala bilər.
Bu rəqəm özü-özlüyündə sistemin bu cür cinayətlərə necə amansız yanaşdığının ən böyük sübutudur. Gəlin 3-cü hissəyə, məhkəmələrdə elektron sübutlar mövzusuna baxaq. Rəqəmsal izləriniz əslində necə hüquqi qüvvəyə malikdir? Çox vaxt insanlar düşünür ki, əşi, WhatsApp-da yazdı, sildi, getdi də, bundan sübut olmaz. Xeyr, qanunvericilik çoxdan yenilənib. Cinayət Prosessual Məcəlləsində qeyd olunur ki, cinayətin üstünü açmağa kömək edən istənilən elektron məlumat, istər trafik olsun, istər abunəçi məlumatı, birbaşa rəsmi sübut hesab edilə bilər. Yəni, o çəkdiyiniz ekran görüntüləri, e-poçtlar, bank loqları, bunlar məhkəmədə sizin ən güclü silahınızdır. Kimsə, mən yazmamışam desə belə, rəqəmsal izləri silmək elə də asan deyil. O məlumatlar hüquqi cəhətdən tam keçərlidir. Burada vacib bir detal var. 1 il. Təsəvvür edin ki, istintaq gedir və sizin telefonunuzu və ya notebook'unuzu sübut kimi götürüblər. Məhkəmənin qərarı qüvvəyə mindikdən və ya iş tam bağlandıqdan sonra düz 1 il ərzində həmin elektron sübutlar və cihazlar öz qanuni sahibinə tam toxunulmaz şəkildə qaytarılmalıdır. Əlbəttə, rəqəmsal sübutların qəbul olunması üçün qaydalar çox ciddidir. Hər şey qanuni yolla əldə olunmalı, cihazdakı məlumatların bütövlüyü qorunmalıdır. Əgər kompüteriniz məhkəmədədirsə, sizin haqqınız var ki, şəxsi istifadəniz üçün oradakı məlumatların kopyasını tələb edəsiniz. Lazım gələrsə, məhkəmə bütöv bir informasiya sistemində axtarış da apara bilər. Bir sözlə, qanun heç bir izin rəqəmsal məkanda itməsinə icazə vermir. İndi isə gəlin məhkəmə zallarından çıxaq və birbaşa təcrübəyə keçək. 4-cü hissəmiz. Oğurlanmış sosial medianın bərpası. Instagram hesabınızı hakerlərdən necə geri ala bilərsiniz? Təsəvvür edin, hesabınıza girə bilmirsiniz. Böhran anıdır. Gəlin sizi bu vəziyyətdən çıxaraq. İlk işiniz, dərhal e-poçtunuzu yoxlayın. Əgər haker e-poçtunu dəyişibsə, sizə security@mail instagram.com ünvanından bir xəbərdarlıq gəlməlidir. Oradan bu mən deyiləm seçimlə klikləyərək dəyişikliyi geri qaytara bilərsiniz. Bu alınmadı, o zaman tətbiqə girib telefonunuza və ya e-poçtunuza xüsusi giriş linki göndərilməsini tələb edin. Əgər bu da kar etməsə, Instagram sizdən bir növ rəqəmsal şəxsiyyət vəsiqəsi istəyəcək. Yəni canlı olduğunuzu sübut etmək üçün başınızı sağa, sola hərəkət etdirdiyiniz bir video selfie çəkməli olacaqsınız. Budur, hesabınızı geri qaytarmağın əsas addımları. Amma ən yaxşısı nədir bilirsiniz? Ümumiyyətlə o hesabın oğurlanmasına imkan verməmək. Hesabınızı əsl qalaya çevirmək üçün mütləq bunları etməlisiniz. Adınızı, doğum ilinizi parol kimi istifadə etməyi unudun. Hərflər və simvollarla güclü bir şey tapın. 2 mərhələli təsdiqləmə, yəni 2FA. Bunun mütləq amma mütləq qoşun. Bu, həyat qurtarır. Başqasının cihazından girdinizsə, dərhal çıxış edin. Və ən əsası, sənə minlərlə izləyici verəcəyik deyən o şübhəli tətbiqlərdən uzaq durun. Və gəldik sonuncu, 5-ci hissəyə. E-polis vasitəsilə şikayət. Şikayətinizi rəsmi və rəqəmsal formada necə edəcəyimizi öyrənək. Tutaq ki, hər şeyi düz etdiniz, amma yenə də onlayn dəladozluğa qurban getdiniz. İndi nə edək? Gedib şöbənin qapısında saatlarla növbə gözləyək? Qətiyyən. Daxili İşlər Nazirliyinin e-polis platforması məhz bunun üçündür. Bu, sadəcə bir sayt deyil, birbaşa evinizin divanında əyləşərək 7/24 şəffaf və sürətli şəkildə polisə müraciət edə biləcəyiniz rəqəmsal bir inqilabdır. Şikayət etmək artıq sözün əsl mənasında barmaqlarınızın ucundadır. İşin ən kritik tərəfi odur ki, şikayətiniz havada qalmasın deyə onu düzgün tərtib etməlisiniz. E-polisə girəndə ilk növbədə müraciəti rəsmi olaraq dinə ünvanlayırsınız. Sonra sizi aldadanın kimliyi, adı, şirkətdirsə VOYN-i, nə bilirsinizsə hər şeyi yazırsınız. 3-cü addım, hadisə necə oldu, sizi necə aldatdılar, detallı təsvir edin. 4-cü, zərərin məbləğini qəpiyinə qədər manatla qeyd edin, çünki bayaq gördük cəza buna görə dəyişir. Və ən nəhayət, o yığdığınız elektron sübutlar var ha, ekran görüntüləri, səs yazıları, qəbzlər, hamısını sistemə yükləyirsiniz. Vəssalam, tam hüquqi, kəsərli bir şikayət hazırdır. Yeri gəlmişkən, e-polis sadəcə şikayət üçün deyil, bütöv bir ekosistemdir. Tətbiqi telefonunuza yükləyib, asan login və ya FIN kodunuzla rahatça girə bilərsiniz. Oradan pasport və ya sürücülük vəsiqəsi üçün müraciət edə, yol cərmələrinizi yoxlaya bilərsiniz. Təbii ki, fövqəladə təcili kömək lazım olan anlarda köhnə dostumuz 102 xidməti, insan alverişi şübhəsi zamanı isə 152 qaynar xətti həmişə zənginizi gözləyir. Bugünkü bələdçimizin sonuna gəldik. İndi sizə bir sualım var. Əgər sabah bir dələdoz sizi hədəf alsa,
Rəqəmsal kimliyinizi qorumağa, ona qanunla cavab verməyə hazırsınızmı? Məncə bugün öyrəndiklərimizdən sonra cavabınız bir mənalı olaraq bəlidir. Elə indicə gedin, o parollarınızı gücləndirin, 2 mərhələli təsdiqləməni mütləq qoşun və heç vaxt unutmayın, virtual dünyada da qanun sizin arxanızdadır. Özünüzə və rəqəmsal həyatınıza yaxşı baxın, növbəti mövzularda görüşənədək.